Tibb müəssisəsi xəstəyə zərər vurarsa, kim cavabdehdir? Səhv diaqnoz, səhlənkarlıq, yarımçıq müalicə. Mülki Məcəllənin 1112-ci maddəsi xəstəni necə qoruyur? Hüquqi mexanizmlərin cavabını studiyada qonaqlarla birgə araşdıracağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Lalə Nağıyeva, vəkil keçmiş hakim İlkin Xəlilov, vəkil Könül Qədiməliyeva, vəkil Xəyalə Quliyeva. Ziyanın ödənilməsi və tibb müəssisəsinin məsuliyyəti. Bütün detallar canlı efirdə. Qanun və icra. Qanun və icra proqramı olaraq biz hər zaman oldu ki, vətəndaşların hüquqi cəhətdən maarifləncəsinə xidmət eləmişik. Birazdan ARBTV-də vəkil Əkbər Yusifoğlu'nun təqdimatında hüququn varsa, bizdə cavabı var. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirçi üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şri-Lanka gəlir və Şri-Lankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramı biz yenə sizinlə. Bugünkü mövzumuz hər bir vətəndaşı maraqlandıran mövzulardan biridir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1112-ci maddəsini əhatə edən maddi hüquq normalarına bağlı fikir mübadiləsi aparmaq üçün dəyərli ekspertlər dəvət etmişik. Bütün hüquq münasibətlərin mülki tərəfi Mülki Məcəllənin 1112-ci maddəsinə tənzimlənir. Amma buna baxmayaraq, törədilmiş əməlin hərəkət və hərəkətsizliyin hüquqi nəticəsi olaraq Cinayət Məcəlləsinin 314-cü maddəsi vardır ki, burada səhlənkarlıqdan söhbət gedir. Səhlənkarlığın dispozisiyası və sanksiyası ilə bağlı dəyərli ekspertlərin fikrini sizinlə paylaşacağıq. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edin, sonra biz mövzumuza qayıdacağıq. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru, çox dəyərli vəkilimiz Lalə xanım Nağıyeva, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil İlkin Xəlilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, çox dəyərli vəkillərimizdən biri Könül xanım Qədiməliyeva və çox dəyərli vəkilimiz Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Xəyalə xanım Quliyeva. Xoş gəlmişsiniz. Çox sağ olun. Mən ata-babadan belə bir ifadə var ki, gəlin bir çay süfrəsi arxasında söhbət eləyək və fikir mübadiləsi aparaq. Mən bugün sizi dəyərli vaxtınızı alıb çay süfrəsinə dəvət eləmişəm və eyni zamanda qanun və icra proqramında bugün cəmiyyətimizdə vətəndaşları maraqlandıran, həm səhlənkarlıqla bağlı Cinayət Məcəlləsinin 314-cü maddəsini əhatə edən, həm dispozisiya və sanksiya ilə bağlı fikir mübadiləsi aparaq, eyni zamanda tibb müəssisəsinin və həkim səhlənkarlığından pasientlərə, eyni zamanda xəstələrə vurulan zərərin mülki hüquq münasibətinin vəkillər tərəfindən mübahisələndirib, məhkəmə müstəvisinə çıxarılıb, ödənişlərlə bağlı. Burada yanaşma tamamilə fərqlidir. Mən çox dəyərli vəkillərimizi fikirlərini bu günləri həm mülki hüquq münasibəti ilə, həm də ki, eyni zamanda cinayət məsuliyyətinin əsasları ilə bağlı, hansı ki, səhlənkarlıq deyilən bir institut var. O normada Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə əhatə olunur. Lalə xanım, xoş gəlmişsiniz. Siz çox dəyərli vəkilimsiniz. Eyni zamanda hüquq üzrə fəlsəfə doktorusunuz. İnşallah biz
Bugün o gün olsun mən Əkbər Yusufov sizi burada professor kimi təqdim edeyim və rəissiyyət heyətinin üzvü, eyni zamanda peşəkar vəkil. Xoş gəlmisiniz. Təşəkkür edirəm. Çox sağ olun. Dəvətinizə görə minnətdaram. Təşəkkür edirəm. Bugünkü mövzumuzla bağlı mülki münasibəti ilə tibb müəssisəsinin vurduğu zərər və həkim səhlənkarlığı. Deməli, ilk öncə mən onun mülki məsuliyyətindən danışmaq istəyirdim. Siz qeyd etdiyiniz kimi 1112-ci maddəsi ilə bağlı. Həmin maddəyə əsasən deməli tibb müəssisəsi vurduğu zərərə görə tam məsuliyyət daşıyır və tam olaraq ümumi əsaslarla həmin deməli vurduğu zərəri ödəməlidir. Yəni o tibb müəssisəsi tərəfindən o zərər mütləq olaraq ödənilir. Lakin burada aydındır ki, müəyyən məsələlər var, o da qanunvericiliklə bağlıdır. Deməli, burada ilk öncə hüquq pozuntusu mövcud olmalıdır. Yəni, hüquqa zidd hərəkət olmalıdır. Sonra həkimin təqsiri olmalıdır. Həmin hərəkət nəticəsində zərər mütləq olmalıdır və deməli, həmin təqsirli hərəkətlə zərər arasında səbəbli əlaqə olmalıdır və bütün bu 4 hal mövcud olduğu təqdirdə deməli, bu sübuta yetirilməlidir məhkəmə qaydasında və nəticə etibarı ilə vurulan zərər eyni zamanda birbaşa, yəni müalicə ilə bağlı bütün xərclər, əlavə xərclər, məsələn, protez, qulluq və dava dərmanın xərcləri. Yəni, bütün bu eyni zamanda əgər zərərin nəticəsində şəxsin əmək fəaliyyəti qabiliyyətindən məhrum olunmuşsa, deməli, onun gəlirləri, əldən çıxmış gəlirləri, əmək haqqı zərərvan şəxs tərəfindən, müəssisə tərəfindən ödənilir. İlkin bəy, ümumiyyətlə, son zamanlar biz Vəkillər Kollegiyasının artıq ikinci səviyyədə çox dəyərli rəissiyyət heyətinin üzvü İlhama xanım Həsənova qonağımız idi. O vurğuladı ki, artıq 3000-ə yaxın Vəkillər Kollegiyasının üzvü var. Vəkillər deyəndə, vəkilin adı gələndə hamı fikirləşir ki, artıq bunun tam hüquqi təhsili var və hüquqi təhsili olduğuna görə bu Vəkillər Kollegiyasının üzvüdür və imtahan verib müəyyən mərhələdən keçib bu artıq belə deyək ki, vəkillik peşə fəaliyyətində məşğul ola bilər. Amma həkimin müəyyən sahələri var. Son zamanlar cəmiyyətimizdə estetik əməliyyatlar, eyni zamanda belə bir ifadə də var, bədən şəkilləndirmə ifadəsi daha çox bugün gündəmi zəbt edib. Əfsus olsun ki, xanımlarımız və bəzi hallarda bəylərimiz də bu sahəyə qurbana çevrilir və səhhətinə ağır zərər dəyir, hətta ölümlə nəticələnən hadisələr baş verir. Bax, bununla bağlı istəyirəm İlkin bəy. Əkbər müəllim, çox sağ olun ilk növbədə dəvət üçün sizə təşəkkür edirəm və eyni zamanda həmişə olduğu kimi qanun və icra proqramı aktual mövzularla tamaşaçıların efirinə gəlir və qeyd edim ki, tibb müəssisəsinin vurduğu zərərə görə ziyanın ödənilməsi bugün olduqca aktual məsələlərdən biridir və həmkarım Lalə xanım çox düzgün qeyd elədi ki, burada ilk növbədə o səbəbli əlaqənin, yəni vurulmuş zərərlə nəticə arasında səbəbli əlaqənin olması müəyyən olunmalıdır və eyni zamanda Cinayət Məcəlləsində də səhlənkarlıq maddəsi var və bu ümumi bir normadır, belə deyək, yəni sırf həkim səhvi nəticəsində vurulan ziyanla bağlı deyil, ancaq bu normanın xüsusi subyekti var ki, yəni burada vəzifəli şəxs tərəfindən öz vəzifəsinə, işinə laqeyd, bəli, qulluq mövqeyi ilə bağlı laqeyd münasibəti nəticəsində öz vəzifə səlahiyyətlərini yerinə yetirməməsi və ya lazımi bəli, və ya lazımi qaydada icra etməməsi, yerinə yetirməməsi nəticəsində fiziki və hüquqi şəxslərin, dövlətin və cəmiyyətin mənafelərinə mühüm zərər vurulmasında özünü göstərir və tövsifedici əlamətlər kimi ehtiyatsızlıqdan insan ölümü və digər ağır nəticələr və ikinci tövsifedici əlamət kimi 2 və daha artıq şəxsin ölümü halında ikinci tövsifedici əlamət müəyyən olunur və sırf tibb müəssisəsinin vurduğu zərərlə bağlı mən yəni praktiki olaraq bir hal görmüşəm. Başdan bizim bir telefon zəngimiz var, Lalə xanımdır. Üzrü sayın, çox-çox üzr istəyirəm. Xahiş edin, dinləyin və cavablandıraq. Alo. Alo, salam Əkbər müəllim. Salam, xoş gördük, buyurun. Salamlayıram sizi də, qonaqlarınızı da. Əkbər müəllim, mən keçən il noyabr ayında əməliyyat olmuşam Sumqayıt şəhərində özəl klinikalarından birində.
Əməliyyatdan sonra fəsadlar yarandı. Fəsadlarla bağlı digər həkimlərə müraciət etdim, hansı ki, professorlara bu sahə üzrə çənə əməliyyatı olmuşam mən. Müayinə zamanı aydın oldu ki, bəli, həkim səhlənkarlığı var. Bəziləri bunu dilə alıb demək istəmədi, yayındı. Bəziləri isə dilə alıb deyirlər, sadəcə sənədli formada, kağız üzərindən yazmırlar. Şifahi formada deyirlər. Sənəd üzərində vermirlər bunu. Aydındır, sualınız aydındır. Bax, Könül xanım, Xəyra xanım, bəzi hallarda belə deyək də, həkimlər bir həkimin səhlənkarlığın rəsmi sənədlə təsdiq etmir. Yəni bunu ekspedisiya rəyi deyirlər də. Bax, bu problem də biz yaşayırıq vəkil olaraq. Buyurun. İzləyicinin adı Lalə xanım idi. Bəli, səhvlənsə bəli. Lalə xanıma da müraciət eləmək istəyirəm və eyni zamanda bütün vətəndaşlara bu hallarla biz aktual mövzu olduğuna görə tez-tez rastlaşırıq. Və deməli, təbii ki, biz digər həkimlərin müayinələri və belə bir şifahi rəy bildirilməsi sübut etmə mexanizmi kimi, yəni ittiham etmək kimi həkimi çox az bir əsasdır. Yəni çünki burada həkimin mövqeləri fərqli ola bilər. Ona görə də zaten ki, rəsmi məlumat vermir və elə bir epikrizdə elə bir cavab göstərə bilməz ki, hansı bir digər həkimin səhlənkarlığı nəticəsində sən bu hala düşmüsən. Biz praktikada bundan çox tez-tez rastlaşırıq və təbii ki, digər həkimlərdə keçirilmiş əməliyyatlarla bağlı müalicə, müayinə aktları, xəstəlik tarixçələri və s. bizə lazımi sübut etmək üçün məhkəmədə və istintaq orqanındakı həkim səhlənkarlığına bağlı dolayı sübutdur. Bunlar hamısı dolayı sübutdur. Amma əgər biz əminik ki, həkimin əməlində cinayət tərkibi varsa, biz bununla bağlı şikayət ünvanlayırıq prokurorluğa, prokurorluq orqanlarına və ibtidai istintaqı prokurorluq araşdırır və təbii ki, burada patoloji məhkəmə tibb ekspertizi təyin edir və Patoloji Anatomiya Birliyinin publik hüquq şəxsinin mütəxəssisləri, kifayət qədər elmi dərəcələr olmuş həkimlər rəy əsasında yazılı forma şəkildə səbəbli əlaqəni, hansı həkimin əməlində hansı tərəfdə səhvlər olubdur, nəyə riayət olunubdur və ya riayət olunmayıbdır. Çünki əməl burada hərəkət və hərəkətsizlikdən ibarətdir. Hansı müalicələr aparılmalıdır və aparılmamışdır. Bununla bağlı əsaslandırılmış rəy verilir və o rəy əsasında artıq... Amma bağlı Səhiyyə Təşkilatının, Dünya Səhiyyə Təşkilatının bir protokolu var. O protokolun kənara çıxmaq olmaz. Bəli, məsələn, bugün mən öncədən söylədim bəli. ki, məsələn, biz Vəkillər Kollegiyasının üzvü, hamı bilir ki, biz hüquq fakültəsini qurtarmışıq və peşəkar hüquqşünas və eyni zamanda vəkillik fəaliyyəti məşğuluq. Amma bu günləri estetik əməliyyat keçirilən vəkillərin üzvüsü, həkimlərin çoxu bu və digər kurs keçmiş həkimlərdir. Bax, problemimiz oradadır. Məsələn, biz hansı bir əməliyyata gedib biz həkimdən götürüb diplomunu istəyə bilmirik axı. Buyurun. Bu hallarda təbii ki, müraciət edəni də biz məsuliyyətdən azad eləyə bilmərik. Yəni, müraciət edən vətəndaş qanunu bilməmək məsuliyyətdən azad eləmir. Simbolda belə deyək də, səhhətlə əlaqəli biz danışırıq ki, vətəndaşın səhhəti ilə bağlı bu çox önəmli bir məsələdir. Yəni, maraqlanmaq lazım. Tibb müəssisəsinə müqavilə bağlayanda, məsələn, biz plastik cərrahiyyədən danışırıq. Plastik cərrahiyyədə gözlənilən nəticələrlə bağlı və belə deyim, həkim hansı ki, əməliyyat keçirəcək cərrah həkim, onun da iştirakını biz vəkillər kimi məsləhət görürük ki, tibb müəssisəsinə bağlananda həm həkim, cərrah əməliyyat keçirən həkim də özü də iştirak eləsin və nəticələrlə bağlı öz fikirlərini bildirsin ki, sabahları biz yaranmış fəsadlarla, nəticələrlə narazı olanda vətəndaş onun məhkəmədə daha rahat sübut eləyək ki, yəni arzu olunan nəticə buydu, lakin digər nəticə alınıbdır. Qaldı ki, sizin dediyiniz məsələ, Səhiyyə Naziri hər həkimə lisenziya verir, cərrahi əməliyyatlarla bağlı lisenziya verir, sertifikatlaşmadan keçməlidir, əlavə ixtisaslaşması olmalıdır, həmin sahə üzrə ixtisaslaşmış həkim olmalıdır və tibb müəssisəsinə də həmin lisenziyanı verir ki, tibb müəssisəsi sanitar qaydalar riayət eləyirmi, eləmirmi? Bunun əməliyyat cərrahi, belə deyim, otağı... Yəni, stasioner və ambulator müalicə ilə bağlı. Bəli, hamısı olmalıdır. Bunun reanimatoloqu varmı? Əks təqdirdə nəsə əməliyyatda başqa bir şeylər baş versə də, yəni çünki biz bilirik ki, bugünkü gündə ölüm hadisələri baş verir. Onların çoxusu, belə deyim, reanimatoloqun olmamasıdır. Çoxsunda, yəni belə hallarla biz tez-tez rastlaşırıq və o düzgün, belə deyim, laborator müalicələr var ki, hansı ki, məsələn, bu vətəndaşa heç narkoz düşmürdü. Buna ilkin laborator nəticələri hamısı araşdırılmalıdır. Yəni, əməliyyat üçün tibbi göstəriş zəruridir. Mütləq. Çox sağ olun. Xəyra xanım, buyurun. Bəli. Çox sağ olun. Xoş gəlmişsiniz, Xəyra xanım. Təşəkkür edirəm dəvətiniz üçün. Uzun müddətli verilişlərə dəvət edim, desinlər, bu gün sabah icraatlı işlər çoxdur. Allah həmişə çox olsun, icraatlı işlər çox, amma yaxşı mənada.
Bəli, təşəkkür edirəm. Nəhayət ki, bu günləri sizinlə görüşdük və bu dəyərli verilişdə insanlarımızı maarifləndirməyə çalışırıq. Mən hesab edirəm ki, bugünkü mövzu da çox aktual mövzudur. Belə ki, insanların sırf həyatı ilə bağlı, həyatına toxunan bir mövzudur və hesab edirəm insanlar çox maraqla bu mövzuya qulaq asıb özləri üçün nəticə çıxarda bilərlər. Qaldı ki, bu mövzunun əsasına, mən hesab edirəm ki, bu mövzunun əsasında iki hüquqi dayaq var. Bunlardan biri Mülki Məcəllənin 1112-ci maddəsidir və Cinayət Məcəlləsinin 314-cü maddəsidir. Həmin hüquqi normalar deməli, həkim və tibbi müəssisə fəaliyyətinin nəticəsində insanlara vurulmuş zərərin tənzimləyən mexanizmlərdir və bu günləri deməli, həkim fəaliyyəti nəticəsində zərər çəkmiş şəxslər maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər. Bunu vurğulamaq istəyərdim. Maddi zərər dedikdə nə başa düşülür? Qanunvericiliyin tələblərinə görə maddi zərər dedikdə real zərər və əldən çıxmış fayda hesab olunur. Real zərər dedikdə bu mövzuya münasibətdə bunu deyə bilərəm ki, məsələn, real zərər nədir? Tibb müəssisəsi tərəfindən əgər hər hansı bir pasiyentə bir xidmət göstərilibsə, məsələn, hər hansı bir cərrahi əməliyyat keçiribsə pasiyent, hər hansı bir müalicə alıbsa, bununla bağlı çəkdiyi xərclərdir. Daha sonra əlavə müalicəyə ehtiyac olarsa, uzun müddətli reabilitasiya müalicəsinə ehtiyac duyularsa, bu zaman çəkdiyi xərclərdir. Əgər, məsələn, pasiyent çəkdiyi zərər nəticəsində əlilliyə səbəb olubsa və bu əlillik nəticəsində buna əlavə olaraq baxıcıya ehtiyacı olubsa və baxıcıya çəkilmiş xərclərdir. Bunlar hamısı real xərclərdir və əldən çıxmış fayda dedikdə isə biz burada qeyd edirik ki, əldən çıxmış fayda, yəni nümunə olaraq mən bunu deyə bilərəm ki, tutalım ki, əmək fəaliyyətini itirmişdir həmin o aldığı zərər nəticəsində və əmək fəaliyyətini itirdiyi bunu nəticələndirmişdir ki, deməli, gəlirlər itkisinə səbəb olmuşdur. Və eyni zamanda insanlarımıza bunu demək istəyərdim ki, siz maddi zərərlə bağlı eyni zamanda mənəvi zərəri tələb edə bilərsiniz. Mənəvi zərər dedikdə isə mənəvi sarsıntı və istirablar nəzərdə tutulur. Bu hər iki kompensasiya növündə maddi zərərlər, maddi və mənəvi zərər hər ikisi kompensasiya növündə deməli şəxsə əgər təmin olunduğu halda verilir və bununla da bağlı daha belə deyək, mən bir mövzuya da toxunmaq istəyərdim. Belədən dəqiqə toxunarım. Mən Xəyala xanımın və Könül xanımın fikrindən rəğmən bir fikir də söyləmək istəyirəm ki, biri avqust 2014-cü tarixdə Nazirlər Kabinetinin 269 nömrəli qərarı var. İnsan səhhətinə vurulmuş zərərlə bağlı, hansı ki biz o cinayət məcəlləsində qeyd olunur ki, həmin normalarda 21 gün əmək fəaliyyətinin itirilməsinə bağlı, Lara xanım siz söylədiniz ki, əmək fəaliyyətinin itirilməsinin səbəb olan hallar, yəni ekspert və məhkəmə tərəfindən müəyyən olunmalıdır. Buyurun. O səbəbli əlaqə ilə bağlı. Bəli, mütləq o həmin əlaqə, səbəbli əlaqə olmalıdır ki, mən qeyd etdiyim kimi, deməli, ilk öncə o hərəkət olmalıdır, hüquqa zidd hərəkət. İkincisi, təqsir mütləq müəyyən olunmalıdır ki, bu, deməli, burada həkimin təqsiri mövcuddur. Zərər olmalıdır, yəni həm maddi, həm də mənəvi ümumiyyətlə səhhətə vurulmuş zərər mövcud olmalıdır. Yəni gözlə görkən olmağına baxmayaraq digər hallarda mövcud olmalıdır. Bəli, mütləq mövcud olmalıdır və deməli bu zərərlə o hüquqa zidd hərəkət arasında əlaqə olmalıdır, səbəbli əlaqə olmalıdır ki, deməli bu zərərin ödənilməsi mümkün olsun. Yəni o zərər müəyyən oluna bilsin. Yəni bunun üçün bu 4 element mütləqdir. Zəruridir. Bəli, zəruridir və siz qeyd etdiyiniz kimi o həmin deməli eyni zamanda gəlir itkisi ilə bağlı da qeyd eləmək istəyirəm. Misal üçün əgər şəxs əmək fəaliyyət qabiliyyətini itiribsə, həmin bütün bu müəyyən edilmiş vaxt ərzində, yəni nə qədər ki o əmək fəaliyyətini həyata keçirə bilməyəcək, onun orta deməli qazancı müəyyən olunur və həmin qazanc zərərvuran tərəfindən hər ay ödənilir.
Yəni o əldən çıxmış, o yəni itirilmiş o qazanc, məsəl üçün bu əmək haqqıdırsa, hər ay ödənilirdisə, hər ay deməli şəxs tərəfindən ödənilir. Eyni zamanda zərər vuran şəxs tərəfindən, eyni zamanda deməli şəxs həmin bu itirilmiş vəsaitin ümumilikdə hesablanıb ödənilməsini də Bu tələb edir. məhkəmə müstəvisində. Bəli, məhkəmə, ancaq məhkəmə. Yəni bu faktı məhkəmə araşdırıb Aydındır. qiymət Bizim verməlidir. reklam vaxtımızdır. İnşallah reklamdan sonra verişimiz davam edəcək. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25 min manat, təmirsiz üçün 5 min manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Hörmət tamaşaçılar, bugünkü mövzumuz hər bir vətəndaşı maraqlandıran mövzulardan biridir. Belə ki, mülki məcəllənin 1112-ci maddəsinin əhatə edən maddi hüquq normaları ilə bağlı həkim səhlənkarlığı və tibb müəssisəsinin vurduğu zərərin ödənilməsi ilə bağlı çox dəyərli vəkillərimizin fikrini alırıq. İlkin müəllim, buyurun. Əkbər müəllim, ümumiyyətlə bu mülki məcəllənin müzakirə elədiyimiz maddəsində bir növ həmin nəyin nəticəsində, hansı hərəkətin nəticəsində vurulmuş ziyandan söhbət açılır, ona da yəni maddənin dispozisiya şərtindən müəyyən olunur və orada göstərilir düzgün olmayan müalicə metodlarından istifadə etmə və düzgün olmayan diaqnoz qoyulması və sair. Yəni söhbət ümumi fikirdə tibbi müdaxilədən gedir. Bəli. Ümumiyyətlə, ancaq bu elə bir normadır ki, burada tibb müəssisəsinin və ya həkimin məsuliyyətinin müəyyən edilməsi üçün ekspert rəyinin, səbəbli əlaqənin müəyyən edilməsi bilavasitə zəruridir və ekspert rəyi aydın məsələdir ki, həkimin və ya tibb müəssisəsinin vurduğu ziyanla bağlı rəyi həkim komissiyası, yəni sahə mütəxəssisi verə bilər və burada praktiki olaraq vəkil praktikasında ekspertiza qarşısında hesab edirik ki, sualların düzgün qoyulması, yəni düzgün istiqamətləndirilməsi də istənilən nəticənin, yəni ziyanın sübut olunması baxımından önəmlidir və bu baxımdan hesab eləyirəm ki, vəkilin də bu tip işlərdə düzgün, lazımi hüquqi yardım göstərməsi bu tip iddiaları təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və eyni zamanda bir halda qeyd edeyim ki, biz Cinayət Məcəlləsində konkret, yəni o 314-cü maddədən danışırıq. Bu təkcə vətəndaş şikayəti və yaxud da ki, məlumat əsasında işin açılması yox, mülki prosessual məcəllədə eyni zamanda hakimin belə bir halı aşkar ediləndə xüsusi qərarda çıxartmaqla aidiyyatı orqanlara
göndərməsi də nəzərdə Əgər məhkəmə tutulmuşdur. prosesinin aşkar olunduğu təqdirdə Bəli, bəli. hakim müəyyən eləyərsə, o halda xüsusi qərarlar çıxardır. Tək Aydın. bu Cinayət ümumiyyətlə əlamətləri. cinayət tərkibi Bəli, əlamətləri təbii. aşkar olunursa və hesab edirəm ki, burada da bu ekspertliyi əslində belə bir xüsusi qərar çıxardılmasını şərtləndirir. Aydındır. Lara xanım, siz müqavilədə danışdınız, müqavilə ilə bağlı. Həmin lisenziyanla müqavilə ilə bağlı. Eyni da ilk öncə mən lisenziyanla bağlı. Bəli, bəli, Yəni buyurun. ümumiyyətlə biz indi adətən rastlaşırıq ki, problemlər nə ilə bağlıdır? Yəni görürsüz, Könül xanım qeyd eləmişdi ki, müəyyən bir misal üçün mütəxəssis, amma görünür ki, onun nə diplomu var, ya da ki, diplomunda ümumiyyətlə başqa bir ixtisas nəzərdə tutulub, sertifikat şəhadətnaməsi mövcud deyil və ya o sertifikat şəhadətnaməsində başqa bir peşə, yəni o cərrah deyil məsələn, başqa bir tibb peşəsi. Bəli, bəli. Məsələn, yəni bunlar hamısı müəyyən olunur. Yəni qeyd etmək istəyirəm ki, Könül xanım qeyd etdiyi kimi orada tibbi müəssisənin lisenziyası olmalıdır, lisenziyasında fəaliyyət istiqaməti olmalıdır. Yəni bunlar hamısı pozulduğu bu cinayət məsuliyyəti yaranır. Tibbi xidmətlərin göstərilməsi qaydalarının pozulmasına görə, yəni belə bir maddə var cinayət məcəlləsində və bu cinayət deməli məsuliyyəti yaradır. Yəni bunu da istəyirəm ki, Aydındır. vətəndaşlarımız Bizim nəzərə Bizim telefon alsınlar. zəngimiz var. Alo, Alo, buyurun. mən Məhrəmov Əmrət danışan. Mən Aha, buyurun. gözümdə 5 il bundan qabaq deməli zəifləmə var. Getdim, daha klinikə adını çəkmirəm, həkimə adını çəkmirəm. Yəni ki, getdim, mən gecikdirdi. Hər geziydim, mağazu yazırdı. Ancaq bir xeyir olmurdu. Sonra başqa bir rayona getdim. Başqa rayonda, orada da 2 həkimdə oldum. Onlar da işləmədilər ki, sənə əməliyyat lazım. Sonra Bakıya getdim. Daha həkimin adını çəkmirəm. Yəni yaxşı həkimdir, əla həkimdir. Adını çəkə də bilirəm. Təşəkkür edirəm o həkimə. O həkim dedi ki, Çox özür dilərim. Sizin probleminizlə bağlı sualınızı verin, zəhmət olmasa. qulaq asın, atın. Mən o həkim dedi ki, çox gec gəlmişsən deyə. Vaxtına niyə gəlməmişsən? O şey mən Xəstəliyin nə ilə bağlı idi ki, belə həkim fikir söyləyib? Məndə gözlərimdə qara su, mirvarı suyu. Məni vaxtında əməliyyat olunsaydım, mən indi bir dənə hal-hazırda birinci qrup əliləm. Aydındır, sualınız aydındır. Hörmətli kollegalar, buyurun. Əvvəla tamaşaçıya Allahdan şəfa diləyirəm, Allah şəfa versin. Təbii ki, mən burada bütün vətəndaşlara müraciət edirəm, bir vəkil kimi müraciət edirəm ki, xahiş edirəm ki, yəni vəkilin yanına da gələndə vaxtında, yəni görürsünüz 5 il keçibdi hadisənin üstündən. 5 il ərzində bəlkə də vətəndaşın bir torba belə deyək, məktubları var, müalicə müayinə aktları var. Bəlkə də eyni zamanda apteklərin aldığı dərmanlar da var. Təbii ki, var. Yanlış, Buna amma bəli, hamısı vətəndaşlar çox vaxt belə mübahisəli hallarda hər bir reseptin praktikadan deyirəm, hər şey saxlayırlar. O başa düşüləndir. Amma vaxtında o həkimin fəaliyyətinə, əməyinə, peşəsinə qiymət vermək üçün siz gərək vəkilə və ya hüquq mühafizə orqanına da vaxtında müraciət edirsiniz. Siz deyirsiniz ki, mən başqa bir həkimdən öyrəndim. Amma mən bayaq təkrar elədim ki, yəni başqa bir həkimlərdən öyrənə bilərsiniz, amma yəni siz, mən də başqa bir vəkildən çox şey öyrənə bilərəm. Amma konkret öz, belə deyim də, hadisənin mexanizmini necə müalicə eləyibdir, hansı siz diaqnozdan əvvəlcədən gəlmiş, anamnez deyilən bir şey var, hansı şikayətlə siz əvvəlcədən gəlmişdiniz və o həkim ona uyğun sizə müalicə təyin edibdir, o digər həkim ona münasibət bildirib, onun əməyinə qiymət verə bilməz. Yəni ona görə də burada siz ilkin addımınız şikayət etməkdir, ya məhkəmə qaydasında, ya da ki, ibtidai istintaqa prokurorluğa şikayət edin. Və artıq orada məhkəmə tibb ekspertizası təyin olacaqdır və məhkəmə tibb ekspertizası nəticəsində siz belə deyim də zərəri tələb eləyəcəksiniz. Həm maddi, həm mənəvi. Bir də mənəvi zərərlə bağlı Əkbər müəllim demək istəyərdim. Çox üzr istəyirəm. Mən icazə versəydiniz bizim baş sponsor və sponsorumuzun barədə məlumat verərdim. Bugün bizim belə deyək ki, bu mavi ekranlarda fikrimin söylənməsinə belə deyək o səbəbli əlaqə institutu var. Səbəb olan Şəhəri Mənzil Tikinti Kooperatividir. Şəhəri Mənzil Tikinti Kooperativi 30 ildən artıqdır ki, Bakı və Bakı ətrafında yüksək mərtəbəli, çox mərtəbəli binalar tikir və təmirli və təmirsiz vətəndaşlarımızı belə təklif edir. Təklifi ondan ibarətdir ki, təmirli evlərin ilkin ödəniş 25 min,
və təmir evlərdə 5000 ilkin ödənişindən Bakı və Bakı ətrafında mənzil sahibi ola bilərsiniz. Həm keyfiyyətinə, həm də dayanıqlığına, eyni zamanda qazın, suyun, işığın vaxtında verilməsinə və digər məsələlərin həlli ilə bağlı Şəhər Mənzil Tikinti Kooperativinə müraciət edə bilərsiniz. Mən bizi dinləyən bütün vətəndaşlarımızdan xahiş edirəm ki, Mənzil Tikinti Kooperativindən, xüsusilə də Şəhər Mənzil Tikinti Kooperativindən ev alan zaman hüquqşünaslarınızdan, vəkillərinizdən gəlin və müqavilənin şərtlərinə diqqət edin və müqavilənin şərtlərinə uyğun olaraq sizi qane elədiyi təqdirdə müqavilə bağlaya bilərsiniz. Bizim sponsorumuz da var. Bax, bu gündən artıq bizim sponsorumuz Cihan Çaylarıdır. Mən bir haşiyə çıxmaq istəyirəm. Artıq yaşımızın elə bir vaxtıdır ki, bir çay süfrəsində söhbət edirik. Bax, bu günləri mənə çox xoş oldu ki, sizin kimi dəyərli vəkillərlə bu çay süfrəsində fikir mübahisə apardıq. Cihan çayları çox mənim xoşuma gələn çaylar, aləmdə və evimizdə istifadə edilmiş çaylardır. Mən bu yaxınlarda belə yaşımızın elə bir vaxtı biz bir elçi getmişdik. Mən oğlan tərəfindən elçi getmişdim. Məni də aparmışlar və inan elə Cihan çaylarının elə qoxu iyi mənə o qədər vurdu ki, belə artıq deyək ki, artıq əziyyət çəkmədik. Dərhal həyəmizi aldıq, evimizə döndük. Ona görə Cihan çaylardan istifadə edin. Bütün arzularınıza çatmağı sizdən arzulayıram. Biz də bəyənmişik çayınızı. Doğrudan. Çay süfrəsi belə deyək ki, insanlar belə daha çox xoş, istənilən söhbətlərdən olur. Bəli. Bəyin sualı ilə bağlı kim əlavə fikri varsa buyurun. Əkbər müəllim, onlar bir də üzr istəyirəm. Mən bir şey də qeyd edeyim. Çünki biz burada vətəndaşlara peşəkar hüquqi yardım göstərmək üçün biz vəkilik. Yəni bizim telefonlarımız var. Bizim çox dəyərli redaktorumuz var. Zərifə xanım tapdıq. Onun nömrəsi var. O nömrə ilə əlaqə saxlayıb İlmi Salih Vəkil Bürosunda artıq belə deyək İlham xanım Həsənov bizim büromuzun rəhbəridir. Vəkil ayırıb hər verişimizdə həmin şikayət və ərizələri qəbul edir və onları yönəldirik. Çox gözəl təşəbbüs. Çox gözəl təşəbbüsdür. Mən yenə də bir də qeyd etmək istəyirəm ki, əslində biz bu mövzunu burada belə rahat müzakirə edirik, amma həqiqətən də bir vəkil üçün işin kateqoriyası olaraq çox çətin araşdırılan və xüsusi bilik tələb edən bir sahədir. Yəni bu istiqamətdə yəni bir gün həll olan məsələ deyil. Təbii ki, məsələn, Qubada olan zəngimiz 5 il insan deyir ki, mən səhiyyə ocaqlarını döymüşəm, qapılarını döymüşəm, razıyam, narazıyam, o onun fikridir. Amma biz araşdırmamışıq. Bəlkə də bu çox çətin araşdırma. Doğru düzgün müalicə ediblər. Mən də onu çünki vəkil olaraq biz bir tərəfli mövqe tuta bilmərik. Bəli. Hər tərəfli araşdırmaya xidmət edirik. Biz fərqli bucaqlardan da baxmalıyıq. Çünki həkimin xüsusi biliyi var, vəkilin də öz tərəfinə xüsusi biliyi var. Yəni biz o həkimin də biliyini, istintaq orqanı bilin, məhkəmə təcrübəsini hamısı eyni zamanda bir yerdə araşdırmaya xidmət edən mexanizmlərdir. Onlar hamısını bilmək üçün gərək vaxtında müraciət eləsinlər və həkim səhlənkarlığı mən həkimlərə çox hörmət eləyirəm. Yəni həkimlər də vəkillər kimi çox əziyyət çəkib bu peşəyə gəliblər. Yəni bizim kimi bir müəyyən təcrübə formalaşırlar, sonra həkim and içirlər. Bizim kimi də eyni zamanda vəkillər kimi. Ona görə də həkim səhlənkarlığı çox ağır bir ittihamdır. Çox ağır bir ittihamdır. Həkimlər hardan içir? Həkimlər hardan içir? Həkimlər Hipokrata and içir, Əkbər müəllim. Bunu mən görməmişəm, amma vəkillər kollegiyası biz hamımız and içirik. Mətbuatda da yayımlanır. Yox, həkimlərin etik qaydaları var, eyni zamanda vəkillərin də etik davranış qaydaları var, nizamnamələri var. Çox oxşar bir peşədir, vəkillərin peşəsinə çox oxşar, istiqamət fərqli olaraq çox oxşar bir peşədir. Ona görə mən deyirəm ki, yəni qanunverici də bu sahədə... Bizim də sıramızda var, hətta belə dəyərli tutan vəkillər də var. Qanunverici bu sahədə... Yəni biz o həkimləri bir tərəf götürməyək. Bizim sıralarımızda elə insanlar var ki, bu günləri belə ki, fəaliyyətinə xitam verən vəkillərimiz var. Təbii ki, yəni həkimlər də o belə deyək ki, yəni cəmiyyət başa düşməsin ki, biz elə həkim deyirik. Vəkil və digər sahələrdə var. Yeri gəndə yüksək vəzifə tutan ölkə rəhbərinin sərəncamı ilə təyin olmuş insanlar var ki... Üzr istəyirəm, biz dünyaya gələn kimi ilk gözümüzü açan kimi elə həkim görürük və biz anamızı görürük. Bəli, yəni mən vəkil, anamızı görürük, sonra həkimi görürük. Həkim, bəli. Və ilk öncə bizim yaşamaq hüququmuzu artıq həkimlər təmin edir. Yəni artıq bizim... Yəni güvən yerimizi, səhhətimizlə sağlamlıq. Onlar öz səhhətini... Belə bir fikir söyləmək olar mı ki, varımızı, dövlətimizi vəkillərə etibar edirik, canımızı, səhhətimizi həkimlərə etibar edirik. Əlbəttə, ona görə həkimlərə bizim çox böyük hörmətimiz var. Ona görə Əkbər müəllimi Üstəməyə xanım, yəni bu o qədər çətin, ağır bir ittihamdır ki, səhlənkarlıq. Həqiqətən də bir həkim üçün indi mən özümü o hissəyə qoyuram. Yəni çünki həkim uzun illərdir çalışır, əziyyət çəkir. Amma mən sizə bir söz deyim. Çox ağır ittihamdır ondan istintaq orqanı tərəfindən cinayət işi başlanması və bu əməl olaraq vəkil tərəfindən zərər çəkmişin nümayəndəsi vəkili olmaq, yəni prokurorluq orqanlarında müdafiə etmək zərər çəkini ki, həkim barəsində ittiham cinayət işi
işi başlansın. Bu özü bir əziyyətdir. Bu çox ağır bir, belə deyim, əməldir. Bir vəkilin, bir həkimin cəmiyyət üçün yetişməsi üçün illər lazımdır. Bəli, bəli. Məsələn, bizim ailəmizdə bizim bir yaxın qohumumuz var, medinist oxur. O uşağı nə qədər əziyyət çəkdiyini mən görürəm. Allahın Quran haqqı. Gecə Bəli, çox tibb çətin. universitetinin təhsil alır, Çox tibb çətin. universiteti çox əziyyət çəkir. Gecə gündüz oxuyur. Bax, yəni o bu günlər şərəfli bəli, şərəfli həkimlərimiz var. Peşə fəaliyyətini sevən həkimlərimiz var. Bu gün yüzlərlə, minlərlə insanlarımızı həyata qaytaran həkim, onların haqqına girməyək. Onların əllərindən öpürük, qarşısında baş əyirik. Bu gün səhiyyə ocağımızı yüksəklərə qaldıran, Dünya Səhiyyə Təşkilatında Azərbaycan təmsilli həkimlərimiz var. Buyurun. Əkbər müəllim, siz dediyinizə əlavə olaraq bildirmək istəyərdim ki, əlbəttə düz deyirsiniz, həkimlərin də böyük səyi nəticəsində çox olur ki, insanların həyatı geriyə qayıdır. Və bundan öncə biz deməli teoretik tərəfini izah etdik, təhlil etdik və mən əlavə edərdim ki, praktik cəhətini də biz vətəndaşlara izah edək. Praktik cəhətdən bu daha çətindir. Bayaq Könül xanım qeyd etdiyi kimi sübut etmə çox ağır olur bir vəkil üçün, eyni zamanda pasiyent üçün. Burada nədir məsələ? Pasiyentlər birinci növbədə nəzər yetirməlidirlər ki, xidmət alarkən sənədləşmə düzgün aparılsın. Yəni ki, müqavilə tərtib olunmalı. Məsələn, əgər cərrahi əməliyyat keçirilirsə, müqavilə tərtib olunmalıdır. Müqavilə düzgün tərtib olunmalıdır və buna dəqiq, belə deyim də, nəzər yetirmək lazımdır. Ondan sonra əgər xidmət alırlarsa, o xidmətin ödənilməsini təsdiq edən sənədləri tələb etməlidirlər ki, sabahsı gün əgər onlar zərər çəkirlərsə, bu zərəri sübut edə bilsinlər. Və bunu da əlavə qeyd etmək istəyərdim ki, bayaqları biz bu mövzu ətrafında çox danışdıq, amma unutduq ki, məsuliyyətə cəlb edilən subyektlərin dairəsini müəyyən etmək lazımdır. Vətəndaşlar üçün bildirmək istəyərdim ki, burada kimlər məsuliyyətə cəlb oluna bilər? Həm tibb müəssisələri, eyni zamanda həkimlər məsuliyyətə cəlb oluna bilərlər. Bundan əlavə, siz həm maddi mənəvi zərərin ödənilməsini tələb edə bilərsiniz mülki qaydada, eyni zamanda cinayət işi ilə bağlı müraciət edə bilərsiniz prokurorluğa. Bu hər iş paralel gedə bilər və yaxud da ki, ayrılıqda da aparıla bilər. Yəni ki, əgər cinayət tərkibi yoxdursa və yalnız mülki xarakterlidirsə bu iş, siz mülki iddia qaldıra bilərsiniz, yalnız maddi və mənəvi zərərin tələb edilməsi üçün və bu zaman da yenə də bayaq qeyd olunan kimi, təkrar olaraq qeyd edirəm ki, məhkəmə tibbi ekspertizası təyin olunur və həmin şəxsin həqiqətən də deməli həkim müdaxiləsi nəticəsində zərər çəkməsi müəyyən edilir və nə dərəcədə bunun hansı dərəcədə zərər alması və hansı nəticələrə səbəb olunması müəyyən edilir. Bu özü ekspertizanın özü də çox bir uzun belə deyim müddət aparan bir məsələdir ki, sabahları həmin o prosesin uzanmasına, çətinləşməsinə gətirib çıxarda bilər. Yəni onu demək istəyirəm ki, insanlarımıza, vətəndaşlarımıza diqqətli olun. Birinci növbədə əgər öz sağlamlığınızı hansısa bir həkimə etibar edirsinizsə, onun başqa bir tərəfini də mütləq şəkildə qiymətləndirməlisiniz. Başqa bir tərəfi dedikdə, yəni onun sənədləşməsidir, yenə vurğulayıram, onun ödənişlə bağlı deməli sənədlərdir, qəbzlərdir. Bunları siz mütləq şəkildə tələb etməlisiniz. Aydındır. Mən xüsusilə qeyd eləmək istəyirəm ki, bugün mətbuatda, yəni televiziyada dəvət olunan həkimlərin hamısı televiziya əməkdaşları tərəfindən, xüsusilə də onu dəvət edən aparıcılar tərəfindən tam o yoxlanmır. Amma bugün sosial şəbəkə üzərindən özünü həkim kimi və eyni zamanda müəyyən Türkiyə çarə, belə deyək ki, həkim fəaliyyəti ilə məşğul olan insanlar ki var, mən sosial şəbəkə üzərindən özlərini reklam edirlər. Mən aparıcı kimi, bir insan kimi, bir ziyalı kimi, bir vətəndaş kimi tövsiyə edərdim ki, belə məsələdə diqqətli olmanız çox zəruridir. Diqqətli olmanız lazımdır. İlkin müəllim, buyurun. Əkbər müəllim, həmkarlarım çox düzgün qeyd elədilər. Bir həkimin işinə peşəkar yanaşan bir həkimin səhlənkarlığa görə məsuliyyətə cəlb olunması mötəbər sübutlarla öz təsdiqini tapmalıdır və bu kifayət qədər ciddi bir ittihamdır. Mən praktikada qarşıma çıxan bir məsələ haqqında bildirmək istəyirəm.
Həmin şəxs özü hüquqşünasdır və vaxtında düzgün iddia qaldırmağın hesabına istədiyinə nail oldu. Bu aviaqəza nəticəsində bu adam demək xəsarət almışdı və həkimin düzgün olmayan müalicəsinin nəticəsində həmin adam indinin özündə də çəliklə gəzir, yəni vaxtında düzgün, bəli, əsa ilə gəzir və vaxtında düzgün müalicə olunsaydı, həmin adam indi sərbəst digər normal insanlar kimi yeriyə bilərdi və o məhkəmədə iddia qaldırmışdı, həm maddi, həm mənəvi ziyan və həkim komissiyası, tibbi ekspertizası təsdiq eləmişdi. Bu hal ki, həqiqətən də düzgün müalicə aparılmayıb və maddi və mənəvi ziyana görə təzminat ala bilmişdi. Aydındır. Hörmətli tamaşaçılar, gələn verilişimizdə inşallah ümumiyyətlə Ailə Məcəlləsinin 114, 115, 116-cı maddələrini əhatə edən maddi hüquq normaları ilə bağlı fikir müsahibəsi çox dəyərli ekspertlər dəvət edəcək. Valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olunması və onlara dövlət qayğısı ilə bağlı fikir müsahibəsi aparacaq. Lara xanım, buyurun. Mən kolleqamın dediyinə əlavə olaraq demək istəyərdim ki, o sənədləşmə burada sənədləşmə mühüm rol oynayır. Kolleqamın qeyd etdiyi kimi müqavilənin bağlanması mütləqdir. O müqavilənin şərtləri deməli pasient tərəfindən oxunulmalıdır, nəzər yetirilməlidir. Xüsusən o məsuliyyət hissəsinə hansı dərəcədə necə tibb müəssisəsi məsuliyyət daşır və ya həkim məsuliyyət daşır. Elə olur ki, biz poliklinikaya gəlirik, müqavilə bağlamırıq. Amma burada da sənədləşmə çox mühüm rol oynayır. Çünki orada poliklinikada olan həkim diaqnozu qoya bilər, müalicəni müəyyən eləyə bilər və səhv diaqnoz qoyula bilər, səhv müalicə oluna bilər. Ona görə, misal üçün, tibb kitabçanın rəsmiləşdirilməsi, o kitabda bütün deməli, hansı əməliyyatlar, o diaqnoz müəyyən olunmalıdır, qeyd olunmalıdır, hansı müalicə olunmalıdır, o da qeyd olunmalıdır ki, yəni sabahlarım hansısa bir problemlə pasiyent rastlaşanda vətəndaş o nəyə istinad eləyəcək? Yəni onun əlində artıq o sübut etmə bazasını əvvəldən qurmalıdır ki, sabahlarım istinad eləyə bilsin ki, bəli, bu kitabçamdır. Burada misal üçün diaqnoz var, həkim belə diaqnoz qoyub, bu müalicəni müəyyən eləyib, bu müalicədən mən keçmişəm, o da kitabçada yəni qeyd aparılır o barədə, analizlərin hamısı. Yəni ki, sabahlarım digər həkim, misal üçün digər həkimin yanına gələndə artıq digər həkim başqa bir diaqnoz qoya bilər, ya başqa bir müalicə qoya bilər. O, onun kitabçasına baxıb görməlidir ki, bu şəxs əvvəlcədən misal üçün, ya da ki, onu hal-hazırda hansısa bir xəstəlik var, sahəsində problem var ki, bu müalicə protokol üzrə müəyyən olunsa belə, ona həyata keçirmək mümkün deyil, çünki onun səhhətində digər problemlər var. Yəni, bu kimi problemlərdən qaçmaq üçün mütləq sənədləşmə çox mühüm rol oynayır ki, tibb müəssisəsi ya müqavilə üzrə məsuliyyət daşısın, ya da ki, qanun üzrə. Yəni, çox sağ olun. Hər birinizə minnətdaram vaxtınızı ayırdığınıza görə. Bizim çox dəyərli vəkilimiz Lara xanım Nağıyeva bu günlər bizim qonağımız oldu. Çox dəyərli vəkilimiz İlkin Xəlilov qonağımız oldu. Könül xanım Qədim Aliyeva bizim qonağımız oldu və Xəyalə xanım Quliyeva bizim qonağımız oldu. Gələn verilişdə bizim çox dəyərli vəkillərimizlə birlikdə mən istərdim ki, valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olunması və onlar dövlət qayğısı ilə bağlı fikir mübahisələri aparmaq istəyirəm. Mən hesab edirəm ki, dəyərli tamaşaçılarımız ekran arxasında bununla bağlı istədiyi sualı bizə ünvanlaya bilər. Baxmayaq ki, mövzumuz valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı məsələyə toxunacağıq. Bizim telefon nömrələrimiz hal-hazırda gedir. Xüsusilə də vurğulamaq istəyirəm ki, bizim redaktorımız Zərifə xanım tapdıq. Sizin bütün suallarınızı Vəkillər Kollegiyasının bütün üzvlərinə, eyni zamanda xüsusilə də 20 saylı vəkil bürosuna yönəldəcək. Hörmət tamaşaçılar, sağ olun, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının sponsorluğu ilə qanun və icraya baxdınız. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində
mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şri-Lanka gəlir və Şri-Lankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Çox istədiyin şey nədir? Öz anamın yanında böyümək. Valideyn himayəsindən məhrum uşaqların taleyinə kim cavabdehdir? Onların aşkar olunmaları, qorunmaları və dövlət qayğısı. Bu dəfə ən həssas mövzunun qapılarını açacağıq. Qanun və icra. Qanun və icra proqramı olaraq bugünkü mövzunu bacardığımız qədər hüquqi cəhətdən maarifləndirməyə xidmət edəcəyik. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında.